bu günləri Ömərlə lazımsız artıq qalan taxtalardan orada kitab rəfi yığmaq istəyirik. Bunlar ona çək. Burada kitablar ortada tökülüb qalıb, ona görə istəyirik ki, taxtanın israf olmasın. Yəni, bu taxtaları bizə hədiyyə veriblər. Yəni, mən özümün deyirəm, Qazım Gilin evlərində istifadə olun taxtalar, qapın qıraqları taxtalarını artıq qalıb. Gəl bura. İndi burada nə eləmək istəyirik? Bizim fikrimiz nədir? Təxminən o taxtalar hesablamışam. 2.25 olmalı təxminən. Buradan 25 cm hündürlüyündə olacaq. Dərinliyi 16 cm-dir onun. Buradan bura uzunluğu harcı təxminən 90 cm olacaq. Bir dənə burada, bir dənə də onun üstündən belə bu formada olacaq. Kürəkən formasında olacaq. Əvvəlki vəziyyəti bu formadadır. Uzunluğu 2 metr 24 cm yarımdır. Yəni 224 yarım santimetr. Bizə lazımdır. Əvvəlcə taxtaların maksimum hündürlüyü 20-22 cm olur. Bizdə 1-2 cm-də ara qoymalıyıq. Onun üçün ən birinci buradan 25 cm ölçürük. Buradan artıq ölçmüşəm. Bir dənə 25 cm buradan. Bir dənə də buradan 50 oldu. Ondan qabaq taxta kəsəndə tiftilənir. Ondan ötürü buranı indirik. Bir dənə ağ kağız yapışdırırıq. Ağ skoç, kağız skoç. Deməli, bunu kəsmək üçün mənim heç bir alətim yoxdur. Mişardan başqa, yəni mişardan başqa. Ona görə maksimum qaydada taxtanın kör olmaq şərtini bu formada kəsmək fikirləşirəm. Hadi bunu götürdük. Ömər gəl bura. Belə bunun üstündən birbaşa işarələdik. Həmçinə baxaq. Bunu kəsəndən sonra burada qalan hissəni burada da qalır, bunun 74 qalır. 1.74. Bunu 2 yerə böləndə 87 cm verməlidir. 87 cm. Bu da eyni tərtib olacaq. Deməli, buradan ölçü buranı çək. Demək, 16 yarımdır. 16,5 cm. Buradan buradır. Buradan bura isə 25 cm. Buradan burası 25 cm. Bax belə. Şimdi biz gedib bunu bu arada kəsirik. Demək, Ömərin pişi də gəlsə kimi. Kömək elə də heç olmasın. Ödəyə eləmək, stop elə. Pişi gəl buradan kömək elə də. Bir şey kömür. İki tane özüme tələbə götürmüşüm. Biri budur, biri bu. Biri bu şoğul biraz tələbə. Bir tez şoğul. Dəyme. Dalaşma da, sen böyürsən, sen dalaşma. İşte o neydi ama. Bu da ne sakit ya. Oğlum. Hadi de onu. Qorxdu bir şeyə saxla. Səsi hazırdır. Şuruqlamışam, bunların üstünə nakleykalar var, yapışdıracağım. Və sonra.
çəksin. Artıq demək olar ki, hazırdır. Deməli, fikirləşirəm ki, bunu təxminin belə bir şey olsun. Belə bir şey. Düşünürəm ki, yaxşıdır. Belə bir qolikdə belə bir ikincilik almışam. Şurupları buranın görünməz. İki yerdən bağlamışam. Şöyle bir bəsə gecə. İndi bunun qıraqlarına da nakleykalardır. Onlardan almışam, yapışdırmaq istəyir. Yəni bunu fenlə qızdırırıq birinci. Yaxşı var ki, qızdıraq. Yapışdıracaq bura, qıraqlarını da kəsəcək, iş olursun. Deməli, mən səhv eləmişəm. Sən demə bu ütüylə yox, daha doğrusu fenlə yox, ütüylə yapışmalı. Mikrov eləyirik. Bu köhnə ütülərdən olsa, ona daha yaxşı olar məncə. Amma belə yaxşı olmamışım. Bəs kəsir yerincə kəsir. Demək, şükür Allah qurtarmışıq ki, Ömər bəy burada bir iki də nakleykalarını yapışdırır ki, bu Ömər onu biraz elə yapışdır ki, bu görsən bu qırağı görünür. Onu çıxart başqasını yapışdır. Onun şeydir, bir dəqiqə. Demək olar hazır vəziyyəti bu formadadır. Artıq saat, gecə saat demək 00:32-dir. Həm yorulmuşuq, müəyyən, yəni tək bundan işimiz bitmədi də. 1-2 saat arada müəyyən işlər oldu, ona gördük. Amma demək olar ki, bir günümüz getdi. Amma düşünürəm ki, mənə elə gəlir ki, yaxşıdır. Yəni özüm cəhdiyimə görə sevinirəm. Bu mənim kitablarımdır, az qismi buradadır. Oxumadığım kitabları ora qoyuram. Oxuduqca inşallah düşür bura. Düşəcək daha doğrusu. Bunları oxumuşam, burada oxumadığım kitablar da var. Təxminən hər dəfə, hər bir şeyinə təxminən, belə təxmin edirəm ki, bir minimum bir 40 dənə kitab gedəcək. Yəni orta səviyyəli kitablar, belə kitablardan. Amma belə biraz qalın olsa, məsələn, bunlar kimi ola bilər ki, bir 20 dənə gedər, bəlkə biraz az gedər. Hazır variantı bir daha deyirəm, bax, bu vəziyyətdədir. İzlədiyiniz üçün, vaxt ayırdığınız üçün təşəkkür edirəm. Kanala abunə olmağı və kommentari yazmağı unutmayın, hələlik.